bilirik ki, qidalanmadan yemək qəbul edəndən sonra, səhv etmirəmsə 2 saat sonra maye qəbul etmək olar. Amma imsakda imsak edirik və üzərindən su içirik. Hətta gün ərzində suzlamamaq üçün 1 stəkan deyil, 2 stəkanı, bəzən 3 və daha artığını qəbul edirik. Bu nə dərəcədə doğrudur? Suyu Ramazan ərəfəsində oruc tutanlar necə qəbul etsinlər? Bəli, əslində bu Xəyrə xanım gözlədiyim sual idi. Çünki çox paradoksal momentlərə söykənən bir hekayəsi var ümumiyyətlə bu sualın. Çünki su necə içməliyəm? Yəni çox polemikalar var. İnsanlar düşünür ümumiyyətlə içməyin və yaxud az içim, yeməkdən qabaq, yeməkdən sonra. Baxın, qaydalar necədir? Ümumiyyətlə bizim sutkalıq suya olan tələbatımız, bunun da bir dozası var. Yəni dietologiya elmində hər bir məsələdə rəqəmlər var, doza var. Bu hansıdır? Yəni insan öz kiloqramını, atalım 70 kiloqramdır, bunu 30 millilitrə vuracaq. Yəni 30 millilitr bu düsturumuzdur, vırırıq kiloqrama. Yerdə alınır nə deyək ki 2 litr 100. 2 litr konkret 70 kiloluq insanın su dozasıdır. Və bu 2 litr suyu gün ərzində içməlidir. Bir də var Ramazan ayıdır və bizə sadəcə 2 vaxt kəsiyində fürsət verilib. İmsak və iftarda. Demək ki, sadəcə bu 2 saatda 2 vaxtda içəcək. O zaman biz bölürük. Həmin 2 litr su dozamızı bölək, 1 litrini imsaka içmək məcburiyyətimiz var artıq, belə bir məcburiyyətdir və bir də iftara. Tam bərabər bölməmiz doğru olardı. Çünki axı fasilə verdiyimizdə 16 saat fasilədir. Daha uzun müddət biz fasilədə qalırıq. Daha az müddətdə yemək yeyirik də. Yəni 8 saata sığışan bir istiqamətdə yemək tam intermittent fasting qaydalarına uyğun bir məsələdir bu Ramazanın ac qalma məsafəsi. O yüzden də sadəcə necə eləsinlər? İnsanlar demək ki, bu da bəlkə birbaşa olaraq diktə edir ki, Tanrının buyurduqlarına biz birə-bir əməl edək. Yəni Tanrı buyurub ki, imsakda dur, dini ritualları elə falan filan. Hə? Demək ki, insan tələsik olmayacaq da, buna bir vaxt ayırmalıdır. 30 dəqiqə öncə, imsakdan öncə qalxmalıdır, suyunu içməlidir. 1 litr suyu birdən yoxsa? Bir dəfəyə yox, qətiyyən bir dəfəyə yox. Kilosu daha çox olan insanlar ki, ayda məsələn bunların mədə ölçüləri böyüdü. Ölçüsü də böyüdü. Biz bunu bilirik, hə? Mədə əzələləri quruluşu daha böyük kilosu olan demək ki, daha çox yemişdir və mədənin əzələsini böyütmüşdür. O yüzden də kilosu çox olan insanlar böyük mədəyə 2 stəkan su ötürə bilərlər. Daha kiçik kiloqramda olan insanlar 1 stəkan suyla içə bilərlər. Yəni 1 stəkan içdi, 5 dəqiqədən sonra digər stəkanını içsin. Və yaxud 2 stəkan içməklə 1 litr su cəmi 5 stəkan ölçüdür. O yüzden de bu çok da faciəvi bir məsələ deyil. Bunu imsakda bitirdi mi, hissə suyunu içdi. Sonra imsak etməlidir. Sonra imsak etməlidir. Önce su içilir, yarım saat önce imsakını yedi ki vaxt azdır. Sonra bir de 1 saat gözləyib su içə bilmir də. Çünki imsaka nə qədər insan tez durur, yəni ki 1 saat vaxtı var. O yüzden de elə yeməklərin hamısından önce ki hardaki ya dəstəmaz alanlar var və s. və ilaxır. Bu suyunu içir, sonra gəlir yeməyini yeyir. Tam da yemək bitəndən 10 dəqiqə sonra belə 1 stəkan suyunu yenə də içə bilər. Yəni çox suyu üçün 1 saat məsafə lazımdır, amma yeməkdən 10 dəqiqə sonra da içə bilər. Bitirdi, iftarda necə? İftarda da elə çox gözəl bir suyla açırıq. Orada da məqsəd o idi ki, demək stop etmiş, fasilə etmiş mədə bağırsaq traktını birinci su ilə suyu yollayıb yolları drenaj edirik. Təmizləyirik. Hərəkətə gətiririk. Bir start düyməsinə basırıq ki, artıq yemək gələcək. Ondan sonra niyə xurma idi ki, mən əlaqələndirdim. Liflərinə görə dediniz. Qida liflərinə görə. Ki o da çox olmasın ki, xurmanın yeyib şirniyyatı ilə biz doyub sonra əsas maddə yeməyimizi almayaq. Və iftarda hansı yeməklər olmalıdır? Mütləqdir ki, ət qrupumuz olsun. Çox vacibdir. Çünki ətlə biz vacib protein alırıq, amin turşuları alırıq və əvəz olunan, əvəz olunmayan amin turşuları çoxsa heyvan mənşəli deyək ki, proteində olur. Burada B qrupu maddələr, dəmir və s. maddələri alırıq. Demək, iftarda isə fasiləli şəkildə bizim kifayət qədər vaxtımız olur. Demək, 3 dəfə yeməyə otura bilər insan. Yəni, birinci açarkən su falan, şorbasını yedi, biraz fasilə verdi. Axı, istirahət edən bədənə biz yavaş-yavaş porsiyaları ötürmək lazımdır. Sonra 1 saatdan sonra isti ət yeməyini və s. salatlar qəbul etsin. Sonra şirniyyat ehtiyacı olanlar da, baxın, desertə belə icazəmiz var. Sütlü şirniyyat şəklində. Yəni tam da şəkər faizi çox olan deyil, sütlü şirniyyatlarımız var. Elə bizim mətbəxin firni şəklində var. Türk mətbəxindən də sütlaç çox bilirsiniz ki, məqsədə uyğundur məhz Ramazan ayında.
Hə, bunu da qəbul edirlər və su da dediyim kimi öncə yeməkdən öncəsi və yeməkdən sonra da içə bilirlər.